Bismillahirrahmanirrahim. Aziz mümin, Müslüman kardeşlerimiz, bugünler Cəmadi Sani ayın 20'si Hazreti Peygamber Aleyhisselam'ın kalbinin bir hissesi, Mevla-i Mütteqiyan Aleyhisselam'ın hayat yoldaşı Hanım Fatıma Zahra Aleyhisselam'ın təvəllüd günləridir. Bu münasibətle evvela Hazreti Peygamber Aleyhisselam'ı, Mevla-i Mütteqiyanı ve evlatları İmam Həsən, İmam Hüseyin ve hanım Zeynep ve Ümmü Gülsüm aleyhisselamı, o cümleden bütün Əhl-i Beyt evlatlarını, dünya müminlerini, imamlarımızı ve Allah'ın yer üzerinde olan hücceti Hazret Sahib aleyhisselamı qəlbən təbrik edirik ve bu münasibətle dünya Müslümanlarını Hanım Fatıma Zahra aleyhisselamın mübarək mövlud süfrəsində iştirak eləməyi arzu edirik və Allah'tan istəyimiz budur ki, Allah bizləri dünyada Hanım Fatıma Zahra aleyhisselamın ziyaretindən, ahirette şəfaətindən binəsib eləməsin inşallah və onun əziz balası zamana sahibinin tezliklə zuhur edərək yer üzərində Əhl-i Beyt məktəbinin qalibiyyətini və rəhbərliyini tezliklə bərpa eləsin inşallah. Bu münasibətle istərdim əziz möminlərə Hanım Fatıma Zahra Aleyhisselam bu mübarək təvəllüdü günündə bir neçə əməlləri tövsiyə edirəm. Bugün ya sabah hanımın mövludu ilə əlaqədar oruç tutmaq. Əgər bir şəxsin oruç qəzası varsa qəza niyyət edib tuta bilər. Sədəqə vermək və möminlərə ehsan etmək. Həmçinin ziyaret kitaplarında qeyd olunan, o cümlədən məfatihdə qeyd olunan ziyaretnamə olan bəzi salamları oxumaq müstəhəbbidir. Ələxüsus valideynləri yad eləmək, qohum-əqrabını yad eləmək və onları ziyarət edib, onlarla görüşmək imkanı olan əzizlərimizə bu əməllərə diqqət eləməklərini tövsiyə edirik. Və ən azından Hanım Fatıma Zahra Aleyhisselamı ziyarət edərkən bu cümlələrlə ziyarət eləmək müstəhəbbidir. Esselamu aleyk ya seyyidətə nisa'l alemin. Esselamu aleyk ya validətəl huceci alənnəsi əcma'in. Esselamu aleyk eyyətühəl məzlumə əl-məmnu'ə hakkuhə. Allahümme salli ala əmətikə və ibnəti nəbiyyik və zəvcəti vəsiyyi nəbiyyik. Salaten tuzlifuha fawqa zulfa ibadikel mukarramin min ehlis semavati ve ehlil ard. Salam olsun sana ey dünya hanımlarının serveri, ey Zahra, ey Fatıma. Salam olsun sana ey bütün insanlara Allah hüccətlərinin anası. Salam olsun sana ey məzlum ve hakkı elinden alınan qadın. Ey Allah'ın öz kənizinə, öz peyğəmbərinin qızına və peyğəmbərin vəsisinin zövcəsinə salam göndər. Elə bir salam ki, göy və yer əhli arasında sənin ən girami bəndələrinin, hörmətli bəndələrinin sahib olduğu məqamdan da uca bir məqamı ona bəxş etsin. Və hər cür salam olsa vermək olar. Təki Hanım Zahra yad edilsin. Bu günlərim elə bir şəxsin mövlududur ki, Hazreti Peygamber Aleyhisselam buyurur, necə ki bunu dəfələrlə eşitmişsiniz, Fatıma mənim bədənimin bir parçasıdır. Yəni bu günlərim Hanım Fatıma Zahra Aleyhisselamın mövludunu eləmək, Hazreti Peygamber Aleyhisselamı yad eləməkdir. Hazreti Peygamber Aleyhisselamın mövludu keçirtmək deməkdir, təbrik deməkdir və Hazreti sevindirmək, Allah'ı sevindirməkdir. Kur'an-ı Kerim'de bir ayet var. Allah Teala buyurur, وَاِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَنْ يُنَزِّلَ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ İsa Aleyhisselam'ın havarileri ki, bilirsiniz 12 havarisi var idi. Buyurdular ki, ey İsa, Allah'tan iste bizlere maide bir süfre nazil eləsin göydən. Bizim əvvəlimiz də, axırımız da o günü bayram eləyək. Yəni
Bayram eləmək nəinki indi? Bütün bəşəriyyət dövründə olubdur ki, insanların sevinç halında, dünyaya gəliş halında, bir qalibiyyət halında görsən bir-birini təbrik eləyirlər. Baxırsan ki, Quran nə buyurur? Buyururlar ki, İsa əleyhissalamın havariyyun deyir ki, Allahdan bir maidə, süfrə istə ki, üstündə Allahın nemətləri olsun. Biz sevinək və o sevinclə də Allaha daha yaxınlaşaq, daha təqvalı olaq və ilə axirə. Bunun təfsiri, geniş təfsiri var. Yəni bir süfrə ilə sevinməyi İsa əleyhissalamdan istəyirlər ki, Allaha onların istəyin desin və sevinsinlər, bayram eləsinlər. Necə ola bilsin ki, dünya bu günlərin əşrafil ənbiya, yəni bütün peyğəmbərlərin ən əşrafi, ən fəzilətlisi, ən şərəflisi və ulul əzmin birincisi olan Həzrət Peyğəmbər əleyhissalamın cigər parçası, qəlbinin nuru, gözünün nuru, İmamlarımızın yer üzərinin hüccətinin anası olan xanım Fatimə Zəhra əleyhissalam dünyaya gələ və biz onun sevən aşiqləri həmin günü bayram eləməyək, həmin günü sevinclə qarşılamayaq. Odur ki, bugünkü gün xanım Fatimə Zəhra əleyhissalamın mövlud gününü keçirtmək bizim bir Əhl-i-Beyt aşıqı olmağımızın dəlillərindəndir. Və necə ki, möminlərdə müəyyən xüsusiyyətlər var. Məsəl üçün, namazı vaxtında qılarlar, gecə namazı qılarlar, Əhl-i-Beyti yad edəyərlər, Həzrət Peyğəmbər əleyhissalamı, Quranı gündə oxuyarlar. Yəni, bu xüsusiyyətlər nədir? Möminlərin zahiri görünüşləri və hətta görürsən ki, barmaqlarında da üzük olar. Yəni, bu kimi nişanələr nədir? Möminlərin xüsusiyyətlərindəndir ki, o cümlədən də Əhl-i-Beyt və onların imamlarının sevinç günündə mövlud günlərini keçirtmək, ən azından bir-birinə təbrik ərz eləmək və həmin gün imkan dairəsində möminləri, əzizləri sevindirib ehsan eləmək. Bu, Allah yanında böyük savabdır və çalışaq bu günləri əlimizdən verməyək. Həzrət Peyğəmbər əleyhissalam haqqındakı hədislərə diqqət eləsək, orada Həzrət Fatimə Zəhra əleyhissalamın Allah yanında olan dərəcəsi, məqamı məxluqat içində ən şərəfli, ən fəzilətli məqamlardan biri olduğunu Həzrət buyurmuşdur. Fatimə Zəhra əleyhissalam behişt xanımlarının səyyidəsidir. Xanım Fatimə həm dünya xanımlarının, həm axirət xanımlarının səyyidəsidir və ilahiyə bu kimi hədislər qeyd olunmuşdur. Mən bununla kifayətlənirəm, fəqət bunu bir mübarəklik olsun deyərək diqqətinizə çatdırdım və bəzi məqamlara da toxunduq ki, inşallah bunları sizlərə tövsiyə edirik. Bir daha siz əzizlərim Mövlud bayramını təbrik edirik və Peyğəmbər, Ali Peyğəmbər xatirinə dünya axirətdə xanım Fatimə Zəhra əleyhissalamı və onunla məhşur olmağı Allahdan təvəqqə edirik. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu.